Bu arada bizim Karnika cinsinden mallarımızdır. Qışdan zəif çıxmışdı. Cəmi buna 2 dəfə qapalı yumurtalı sərçələ vermişəm. Güzlü arılardan. Arısız vermişəm. Təkcə yarısı içəri arısını o şəkildə vermişəm. Baxınca baxanda çox yaxşı inkişaf eləmişdi. Aha, burada dalaq qoymaq fikirləri var. Gözəl. Amma baxmasa sakit deyirdim. Bu arı ancaq baxmasam da sakitdir. Üstü vurduq düzdür ama. Bunu tək verək. Yəni açıb arıya baxmaq olar amma ehtiyac yoxdur. Zaten arı burada dalaq qoymaq istəyirsə deməli arıda hər şey qaydasındadır. Həmişə kimi telli olan tərəfini mərkəzə doğru qoyuruq ki, arılar birinci adamı hörsünlər. Əsələ. Mən əsas mərtəbədə olan arılar maraqlıdır hal-hazırda. Çünki bu il qeydənə görə hər şey yaxşı olacaq, sezon yaxşıdır, arılar betiyə çox meyllənəcək. Yəni sezonun yaxşı olması, bərəkətli olması arının betiyə meyllənməsinə bilmək olur. Bu da bizim öz yerli arımız olan Qafqaz arısı. Çoxlarının bəyənmədiyi, agresif dediyi, məhsuldarlığı az dediyi arı. Bu arıya cəmi 2 dəfə qapalı yumurtalı çərçivə vermişəm kömək olaraq. Arısız vermişəm onu da. Arının son vəziyyəti. Qışdan çıxanda bu arı 3 çərçivəni örtmürdü. 2 çərçivədir bəlkə örtmürdü. Yəni 2 çərçivənin üzərində olan zəif bir arı idi. Bu arıya mən təxminən 5 gün əvvəl 3 dənə xam pətək vermişəm. Birini buradan, birini buradan. Bu sonuncuyu da qoydum ki, hər ehtimala qarşı birdən gecikərəm, arı dalaq atmasın. Arının inkişafına baxaq. Bu tərəfdə yeni qabardıb. Bunu da qabardıb. Yumurta atmayıb amma. Bunlar 30 santlıq çərçivələrdir. Yəni məsələn, arı burada 10 çərçivəni doldurursa, 23'lü, 24'lü çərçivələrdən təxminən 13-14 çərçivə doldurmuş kimidir. Maşallah. Yumurta atmağa əla. Yumurta atmağı gözəl. Bu arada da bal ehtiyatı, qida ehtiyatı çox zəifdir. Axır vaxtlarda yağışların olması demək olar ki, qidanın çox hissəsinin istifadə olunmasına səbəb oldu. Çox yaxşı. İnşallah bu arı may ayının axırına qədər bu 17 çərçivənin hamısını dolduracaq. Bəlkə daha tez. Burada bütün çərçivələr standart deyil. Digər yeşiklərdən kömək verəndə, qapalı yumurtalı çərçivə verəndə məcbur onların standartında olan çərçivələr vermişəm. Qida ehtiyatı çox azdır. Ümumiyyətlə, mart ayında, aprel ayında arıların liməndə olmuyor inşallah, amma olanlar deyir. Ən çox ölüm səbəbi acılıqdır. Yəni, qışdan sağ-salamat çıxır arı, yazda başlayır yumurta atmağa, bal istifadəsi həddindən artıq artır. Onlar da burada. Keçən ilin anarısıdır, Qafqaz. Çox gözəl, bəyəndiyim bir arıdır. Digər qabartdığı pətək. Burada anarı yumurta atmayıb, o yaxın günlərdə yəqin çatır. Bu da divar çərçivəsi. Halbuki divar çərçivə altdan blok çərçivədir, balla dolurmalıdır. Bir qədər üstü açıq nektar var. Bəs o. Var ya, tez-tez baxmağın mənası yoxdur. Bir həftə sonra təzədən baxmaq olar.